Restoranlarda yediğimiz İskəndər dönərini gəlin bugün biz evdə hazırlayaq. Mal əti doğranıb ət maşınına xırdalanır. Üzərinə soğan suyu, duz, istiot, paprika, kimyon, ət bulyonu, yumuşaq kərə yağı əlavə olunub əti yaxşı-yaxşı yoğurub yumru-yumru kiftələr hazırlanır. Yağlı kağız arasında hər bir tərəfinə yayılır, rulet formasına bükülüb soba listinə əlavə olunur. Qızdırılmış sobada bişirilir. İnanın, bişərkən evi bütün qoxusu bürümüşdü. O qədər ləzzətli idi. Sizlər də videonu yaddaşa alıb hazırlayın. Bişən ətlər yağlı kağızdan götürülür, əlimizlə xırdalanır. Kərə yağı ocağın üzərində dağ olunur. Çörək kub-kub doğranır, qaba əlavə olunur. Üzərindən hazırladığımız tomat sosunu gəzdiririk, ət yerləşdirilir. Kənarlarına acı biber, pomidor, qatıq, dağ olmuş yağ hər bir tərəfinə gəzdirilib süfrəyə verilir. Olmaz bol köpüklü ayranla. Bəh-bəh. Hazırlayın, nuş edin. Hələlik.